Değerli izləyicilər, Azərbaycan Ədəbiyyat müəllimləri və ibtidai sinif müəllimləri, o cümlədən abituriyentlər və şagirdlər. MİQ və sertifikasiya mətnləri silsiləsindən 17-ci mətnimizi təqdim edirəm. İlk əvvəl sualı səsləndirəcəm, sonra mətni səsləndirəcəyəm. Mətn 16-cı dərsimizdə səsləndirdiyimiz, gördüyünüz mətndir. Həcmcə böyük mətnlərdəndir və onunla bağlı 3 sualı var. Adətən bu mətnlərdə sualın biri mütləq mətnin strukturu ilə bağlı olur. 17-ci sualımız belədir. Mətnin strukturu ilə bağlı doğru fikirləri müəyyən edin. 1. Mətnin tərkib hissələri arasında əlaqə zəifdir. 2. Giriş hissəsinə aid bir cümlə əsas hissənin tərkibində işlənmişdir. 3. Abzasların ardıcıllığı pozulmuşdur. 4. Giriş hissədə verilmiş fikirlər əsas hissədə şərh edilməmişdir. 5. Əsas hissədə girişdəki hökm əsaslandırılmışdır. İndi eşitdiyiniz, keçən dərs eşitdiyiniz mətndir. Onu səsləndirirəm. Aralıqlı acılıqda mənəvi faktor yoxdur. Yalnız sağlamlıq məqsədlidir. Ramazan orucunda isə güclü mənəvi, ruhani məqsəd və iradə tərbiyəsi var. Elmi araşdırmalar göstərir ki, bədənə su daxil olmadıqda, hüceyrələr öz daxili su ehtiyatlarını yaratmaq üçün yağ toxumalarını daha sürətlə parçalayır. Bu proses zamanı ortaya çıxan metabolik su hüceyrənin ən təmiz su mənbəyidir. Aralıqlı aclıqda su içmək sərbəstdir. Ramazan orucu isə quru oruçdur. Digər tərəfdən regenerasiya daha sürətli baş verir. Su qəbulu olmadıqda bədən sanki ekstremal təmizlik rejiminə keçir. Bu, iltihab əleyhinə təsirin aralıqlı aclığa nisbətən 3 dəfə daha güclü olmasına gətirib çıxarır. O cümlədən gün boyu böyrəklər və qaraciyər istirahət edir. Bu da sonradan həmin orqanların daha səmərəli işləməsinə kömək edir. Ramazan orucu dopamin asıllıqları ilə, məsələn, şəkər və ya texnologiya asıllığı, mübarizədə elmi cəhətdən sübut olunmuş bir üsuldur. Ramazan orucu bədənin həm biokimyəvi, həm də neyroloji səviyyədə tam transformasiyasıdır. Aralıqlı aclıqda mənəvi faktor yoxdur. Yalnız sağlamlıq məqsədlidir. Ramazan orucunda isə güclü mənəvi, ruhani məqsəd və iradə tərbiyəsi var. Elmi araşdırmalar göstərir ki, bədənə su daxil olmadıqda, hüceyrələr öz daxili su ehtiyatlarını yaratmaq üçün yağ toxumalarını daha sürətlə parçalayır. Bu proses zamanı ortaya çıxan metabolik su hüceyrənin ən təmiz su mənbəyidir. Aralıqlı aclıqda su içmək sərbəstdir. Ramazan orucu isə quru oruçdur. Digər tərəfdən regenerasiya daha sürətli baş verir. Su qəbulu olmadıqda bədən sanki ekstremal təmizlik rejiminə keçir. Bu, iltihab əleyhinə təsirin aralıqlı aclığa nisbətən 3 dəfə daha güclü olmasına gətirib çıxarır. O cümlədən gün boyu böyrəklər və qaraciyər istirahət edir. Bu da sonradan həmin orqanların daha səmərəli işləməsinə kömək edir. Ramazan orucu dopamin asılılıqları ilə, məsələn, şəkər və ya texnologiya asılılığı, mübarizədə elmi cəhətdən sübut olunmuş bir üsuldur. Ramazan orucu bədənin həm biokimyəvi, həm də neyroloji səviyyədə tam transformasiyasıdır. İndi bu məqamda videonu saxlayırsınız, sualı cavablandırırsınız. Ondan sonra isə mən sizə bu mətnin oxu variantını təqdim edirəm. Yenə siz videonu saxlayırsınız, mətni bir daha oxuyursunuz, sualı cavablandırırsınız. Ondan sonra isə biz keçirik 16-cı dərsimizdəki sualın doğru cavabını öyrənməyə. Sualımız belə idi. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Birinci fikir belə. Terminoloji funksiya daşıyan sözlərin işlənməsi mətnin aid olduğu üslubun xüsusiyyətidir. Düzdür, bu mətndə terminoloji funksiya daşıyan sözlər var. Metabolik sözü var, regenerasiya sözü var, deyək ki, dopamin asılılığı deyək ki, termin ola bilər, biokimyəvi, neyroloji
termin ola bilərlər bu sözlər. Amma bu mətn publisistik üslubda olduğu üçün bu mətndə hər hansısa bir sözün və ya sözlərin terminoloji funksiya daşıması mətnin aid olduğu üslubun xüsusiyyəti deyil. Gərək mətn elmi üslubda olsun ki, terminoloji funksiya daşımaq mətnin üslubu xüsusiyyəti olsun. Ona görə də birdəki fikir yanlışdır. 2. Bəzi sözlərin ilk hərfinin böyük yazılması yanlışdır. Bəli, burada 2 dənə mürəkkəb ad var. Aralıqlı aclıq, bir də Ramazan orucu. Bu cür mürəkkəb adlarda ikinci sözün ilk hərfi böyük yazılması, yəni aclıq balaca hərfdən, oruc balaca hərfdən, kiçik hərfdən olmalıdır. Demək, 2-dəki fikir doğrudur. İfadənin dırnaqda verilmə səbəbləri eyni deyil, ifadələri. Burada ekstremal təmizlik məcazi anlamdadır. Metabolik su isə bu da terminoloji funksiya daşıyır. Ona görə burada dırnaqda verilən ifadələrdə məqsəd eyni deyil. Yəni, verilmə səbəbləri eyni deyildir. Bu da doğru fikir. Mötərizə daxilində verilmiş ifadələr, yəni məsələn, şəkər və ya texnologiya asıllığı ifadələri deyir, şərh etmə funksiyası daşıyır. Bəli, burada məsələn, zaten aydınlaşdırma bağlayıcısıdır. Orada dopamin asıllığı dedikdə nələr başa düşülür? Yəni, şəkər və ya texnologiya asıllığı və s. Burada şərh etmə məqsədi daşıyır. Deməli, 4 də doğru fikirdir. Deməli, doğru cavabımız D variantıdır. Niyə bəs 5 səhvdir? Fikrin ifadəsində mücərrəd anlayış və izahlara yol verilmişdir. Bu mətn tamamilə anlaşılır. Burada mücərrədlik yox. Mücərrəd anlayış və izahlar bu daha çox bədii üslubda ola bilər. Yəni, bədii üslubda yazıcı, şair fikirlərini mücərrəd şəkildə ifadə eləyə bilər. Bu gördüyümüz mətndə isə mücərrəd anlayış yoxdur. Hər şey konkret, dəqiq ifadə olunur. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.